Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının Heydər Əliyev prospekti 121 ünvanı üzrə ərazi partiya təşkilatında seçki iclası keçirilib. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Xalqımızın ümumilli lideri, müasir müstəqil Azərbaycanın memarı, yapın qurucusu, ölkəmizin enerji strategiyasının müəllifi Heydər Əliyevin və vətən uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yad edək. İclasda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib. Bu gün mümkün şəraitdə Azərbaycan neft sənayesini qaldırmalıdırlar. Azərbaycanda neft çıxartma prosesi inkişaf etməlidir. Azərbaycan devletinin neft stratejisi artıq öz müsbət nəticələrini verib. Tədbirdə YAP Nərimanov rayon təşkilatının Heydər Əliyev prospekti 121 ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Sokar Mərkəzi Arxivinin müdiri Ağali Hüseynov hesabat məruzəsi ilə çıxış edərək ötən dövr ərzində görülmüş işlər, həyata keçirilən təşəbbüslər və təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verib. Daha sonra YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, YAP İdarə Heyətinin üzvü Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, YAP Təşkil Komissiyasının üzvü Milli Məclisin deputatı Naqif Həmzəyev, eləcə də YAP-ın üzvü Sokar Baş Ofisinin Həmkarlar Təşkilatının sədri Nazim Vəliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis olunan Yeni Azərbaycan Partiyasının ötən illər ərzində böyük, şərəfli və uğurlu yol keçərək cəmiyyətin aparıcı qüvvəsi kimi müstəqil ölkəmizin tarixində mühüm rol oynadığını bildiriblər. Ümumxalq Partiyasına çevrilən YAP-ın Prezident İlham Əliyevin sədrliyi ilə son 20 il ərzində mühüm nailiyyətlərə imza atdığı, partiyanın fəaliyyətinin müasir tələblərə uyğunlaşması, institusional potensialının gücləndirilməsi istiqamətlərində zəruri işlərin həyata keçirildiyi qeyd olunub. Sonra YAP Nərimanov rayon təşkilatının Heydər Əliyev prospekti 121 ünvanı üzrə ərazi partiya təşkilatının yeni sədrinin və sədr müavininin namizədlikləri irəli sürülüb və səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən Sokar aparatının rəhbəri Hafiz Zeynalov, Sokar üzrə ərazi partiya təşkilatının yeni sədri, şirkətin prezidentinin müşaviri Racu Vəliyev isə sədr müavini seçilib. Göstərilən etimada görə təşəkkürlərini bildirən Hafiz Zeynalov, xalqımızın ümumilli lideri Heydər Əliyevin ən çətin və məsuliyyətli dövründə böyük uzaqgörənliklə müstəqil Azərbaycanın möhkəm təməlinin qoyulmasının və milli inkişaf strategiyalarının formalaşdırılmasının təmin etdiyini vurğulayıb. Daha sonra partiya sıralarına yeni qəbul olmuş üzvlərə vəsiqələr təqdim olunub. Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib. Daha sonra iclas iştirakçıları Azərbaycan neft sərgisi ilə tanış olublar. Günel Fərzəliyeva, Müqabil Bəbirxanov, Səs TV xəbər.